Fotonəzarət və funksionallar. Salam, Yanqonun rəsmi tərəfdaşı olan Flash Parkın təlim video çarxına xoş gəlmisiniz. Bu təlimdə ilk sifarişi qəbul etmək üçün nələr etməliyik? Mövzular: 1. Fotonəzarətdən keçmək. 2. Yango Pro'nun funksionalları. Gəlin, başlayaq. Daxil oluruq Yango Pro tətbiqinə. İndi biz Yango Pro'nun əsas səhifəsindəyik. Qeyd olunduğu kimi bəzi etapları etməsək, sifarişlər əlçatan deyil yazılacaq. Daxil oluruq profilə. Burada diaqnostika bölümünü görürük və qarşısında qırmızı rəqəmlə 5 səbəbə görə sifariş ala bilmərik. Ümumiyyətlə, tövsiyə edirik hər gün daxil olub sadəcə yoxlayasız, sifariş qəbul etməsi üçün bizə nə mane edir? Hal-hazırda 5 səbəb göstərir. Daxil oluruq. Burada diaqnostikaya aid problemləri göstərir. Biz indi bunları tək-tək keçərik. İlk olaraq, profil üçün foto yükləyək. Burada təlimata olduğu kimi edirik və irəli düyməsini basırıq. Qeyd olunan yerdə, oval daxilində üzünüz aydın görsənməlidir və gözünüz kameraya diqqətlənsin. Və şəkili çəkirik. Əgər şəkil normal alınıbsa, göndəririk. Növbəti olanı seçirik. Geolokasiya icazənin verilməsi. Əgər sizdə öncədən icazə verilibsə, göstərməyə bilər. Və ya sönübsə, parametrlərə daxil oluruq və telefonun özündən həmişə icazə ver edirik. Və qayıdırıq tətbiqə. Növbəti addım şəxsiyyət vəsiqənin fotonəzarəti. Daxil oluruq və qeyd olunan hissələrdə icazə verib irəli edirik. Bu təhlükəsizlik üçün Yangoda qeyd olunur. Diqqət! Proqrama heç bir şəkil yüklənilmir. Şəkillər yalnız canlı olmalıdır. Əks halda sistem qəbul etməyəcək. Açılan kamerada şəxsiyyət vəsiqəsinin üst tərəfini ekranda göstərilən kimi yerləşdiririk. Əmin oluruq ki, üzərinə əlavə işıq düşməsin və bütün məlumatlar aydın görünsün. Əks halda, tətbiq yoxlamadan sonra qəbul etməyəcək. Şəkilin normal olduğuna əmin olanda bəli seçirik və növbəti mərhələyə keçirik. Burada arxa hissədə də eyni qaydada çəkirik. Sonra isə təkrar selfie şəkli çəkilməlidir. Cızıqla göstərilən hissədə üz aydın görünməlidir. Bəli edib, davam edirik. İndi keçirik nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə, yəni texniki pasporta və avtomobilin şəkillərinə. Açılan pəncərədə 6 canlı şəkil tələb olunur. Hər birinə daxil olub, ardıcıl şəkildə davam edirik. İrəli edib, texniki pasportla başlayırıq. Ön hissə, arxa hissə, ekranda göstərildiyi kimi. Sonra avtomobilin fotonəzarəti. Burada soldakı hissə tam kadra düşməlidir. Əgər normal alınıbsa, irəli edirik. Növbəti mərhələdə avtomobilin qabaqdan görünüşünü çəkirik və yenə irəli edirik. Sonrakı 2 şəkli də təlimata uyğun şəkildə çəkirik. Bütün xanalar dolduqdan sonra irəli seçib göndəririk. Əgər hər hansı şəkil normal alınmayıbsa, üzərinə basaraq təkrar edə bilərsiniz. Daha sonra sürücülük vəsiqəsinin fotonəzarəti. Ekranda göstərildiyi kimi əvvəlcə ön tərəf çəkilir. İrəli edib növbəti hissəyə keçirik. Yekunda yenidən selfie şəkli çəkilir. İrəli seçib göndəririk. Yeri qaydanda diaqnostika bölməsində həmin 2 fotonəzarətin yenidən görünməsi normaldır. Üzərinə basaraq görə bilərsiniz ki, sənədlər hazırda yoxlama prosedurundadır. Bu mərhələdə siz proqramı bağlayıb gözləməlisiniz. Təqribən 15-20 dəqiqə sonra yenidən Yango Pro tətbiqinə daxil olun. Profil bölməsinə keçin və oradan fotonəzarət hissəsini açın. Burada sənədlərin qəbul olunub-olunmadığını yoxlaya bilərsiniz.
Əgər fotonəzarət bölməsində sarı və ya narıncı işarələr görsəniz, narahat olmayın. Bu işarələr çatdırılma xidmətinə aid deyil. Bizə lazım olan hissə məlumat bölməsində yerləşən və keçdiyimiz yoxlamaları göstərən hissədir. Üzərinə tıklayıb əmin olun ki, hamısı keçib və hər birinin qarşısında yaşıl quş işarəsi var. Sonra geri dönüb diaqnostika bölməsinin önündə heç bir rəqəm olmadığını görməlisiniz. Daxil olub əlavə problem olub-olmadığını da yoxlaya bilərsiniz. Əgər hər şey qaydasındadır yazılıbsa, deməli siz artıq rahat şəkildə sifarişləri qəbul edə bilərsiniz. Diqqət! Tətbiq hər gün sizdən sadəcə selfie şəkli tələb edə bilər. Əgər bunu etməsəniz, sistem sizə sifariş verməyəcək. Tövsiyə edirik ki, gündəlik olaraq diaqnostika bölməsinə daxil olub yoxlayasınız. Sifarişlərin qəbuluna mane olan hər hansı bir problem varsa, onu buradan asanlıqla düzəltmək mümkündür. İşinizdə uğurlar arzulayırıq. Növbəti təlimləri səhifəmizdə izləməyi unutmayın. Flash Parka qoşulun və rahat çalışın.